Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu xeyru nasirin və mu'in və sallallahu əla seyyidina Muhammed və alihi tahirin. Selamun aleykum və rəhmətullah, hər vaxtınız xeyirli olsun. Bugünkü dərsimizdə əxlaqi mövzulardan biri olan dünyaya hərislik və dünya malının azına kifayətlənməmək. Keçən dərsimizdə biz qənaət haqqında danışdıq. Qənaətin faydaları Quranda, ayələrdə, hədislərdə bacardığımız qədərində bir sıra məlumatları siz əzizlərin nəzərinə çatdırdıq. Bugünkü dərsimizdə qənaətin əksi olan hərislik barəsində danışmaq istəyirik. Əgər hərislik qənaətin əksidirsə, demək olar ki, hərisin nə olmağın, hərisliyin nə olmağı biz üçün məlum olur. Qənaət, yəni Allahın verdiyi dünya malına kifayətlənmək, Allah tərəfindən verilən paya kifayətlənmək. Başqa sözlə, insanda elə bir xüsusiyyət yaranır ki, elə bir halət yaranır ki, dünya həyatında zərurət miqdarına kifayətlənib, artığının dalıca vaxt sərf etmir. Hərislik bunun əksinədir. Hərislik, yəni insanda elə bir mənfi xüsusiyyət, elə bir mənfi halət vardır ki, insan Allah tərəfindən verilən paya kifayətlənməyib, artığının dalıca gedir. Yəni Allah tərəfindən verilən paya kifayətlənməmək, artıq yəni yaşayış üçün zəruri olan maldan, sərvətdən artığının dalıcan getməyə deyirlər hərislik, dünyaya olan hərislik. Bu bəzən ola bilər ki, yalnız və yalnız pul məsələsində olsun və yaxud da ev məsələsində olsun və yaxud da geyim barəsində olsun, müxtəlif qismləri də vardır ki, işarə olunacaq. Ümumilikdə dünyaya olan bağlılıq və hərisliyin mənası budur ki, insan Allah tərəfindən verilən yaşayış üçün verilən zərurət miqdarına kifayətlənməyib, artığının dalıca gedir və səy göstərir. Quran-ı Kərimdə bu barədə Təkasür surəsində Allah Müteala buyurur: Bismillahirrahmanirrahim. Əlhaakumut təkasur hətta zurtumul məqabir. Bu çox dalıcan getmək sizi o qədər özünə məşğul etdi ki, hətta siz gedib qəbirlərinizi də saydınız ki, bizim 10 dənə qəbrimiz var, bizim 100 dənə qəbrimiz var, neçə dənə qəbrimiz var. Yəni, qəbirlərin sayının çoxluğu ilə də bir-birinizə siz fəxr edirdiniz. Bu, yaxşı halət deyil. Təbii ki, bu məzəmmət olunub. Həm mal baxımından, həm övlad baxımından, hətta başqa şeylər baxımından. Başqa bir ayədə Qəsəs surəsinin 79-cu ayəsində Allah Müteala buyurur ki, Qaləllədinə yuridunəl həyatəd-dünya ya ləytə lənə misləmə utiyə qarun. O kəslər ki, dünya həyatının dalıcadılar, ancaq dünya həyatını istəyirlər. Bunlar dedilər ki, ey kaş Qaruna verilən bizə də verilirdi. Qaruna əta olunan bizə də əta olunurdu. Bu sözün mənası nədir? Yəni, Allah Müteala bunlara müəyyən miqdarda dünya həyatında yaşamaq üçün mal, dövlət, sərvət az-çox verib, lakin bunlar dedilər ki, yox, bu azdır, Qaruna nə miqdarda verilibsə, o miqdarında bizə də gərək verildir. Arzu edirdilər. İstəyirdilər ki, Qaruna verilən mal-ı mülk bunlara da verilsin. Bu xislət özü pisdir. Baxın, Qaruna verilən mal-ı mülk, əgər başqa bir şəxsə də verilsə, Allah tərəfindən Allah məsləhət bilərsə, bunun heç irad və işqalı yoxdur. O ki, bir xüsusiyyət halına insanda çevrilə və insan əlində olanla kifayətlənməyə, ancaq və ancaq özünü dünya malının baxımından özündən yuxarı təbəqə ilə müqayisə edə və həmişə arzusu bu ola ki, onlarda olan da bunda olsun, bu halət, bu xüsusiyyət bəyənilən xüsusiyyət deyil və bu hərislikdir ki, hədislərimizdə məzəmmət olunub ki, bir neçəsinə işarə edirəm. Bir ayədə Məaric surəsinin 19-cu ayəsində Allah Müteala buyurur ki, İnnəl insanə xuliqə həlua. Həqiqətən insan bir növ təbiət baxımından, nə ruh baxımından, təbiət baxımından həris olaraq yaradılmışdır. İnsanın istər-istəmə bu təbiəti dünya malına meyillidir. İnsan gərək
bu təbiətə aid olan xüsusiyyətləri öz ağlına, öz ruhuna, ruhi keyfiyyətlərinə tabi etsin ki, bu mənfi xüsusiyyətləri kontrol etsin. O cümlədən insan bəli təbiət yaradılış baxımından zəif yaradılıb, Allah Mütəallı Quranda buyurur. İnsan təbiət baxımından belə yaradılıb ki, əlində olanı başqasına vermək istəmir. İnsan bir formada yaradılıb ki, hərisdir dünyaya. İnsan gərək bu təbiətini kontrol eləsin. Bunlar olmasa insan heç dünya malı dalıcan da getməz. Bunlar özü özlüyündəki Allah tərəfindən yaradılıb, yaxşıdır. Lakin insan gərək bunu kontrol eləsin, ifrat və təfritə varmasın. Amma hədislər bu barədə çoxdur, bir neçəsinə işarə edirəm. Qalə Aliyyun əleyhissalam, əşqakum əhrəsukum. Çox təəccüblü hədislərdən biridir. Buyurur ki, sizlərdən ən bədbəxt o insandır ki, dünyaya həris olsun. Allahın verdiyi mala, mülkə qənaət etməsin. Ən çox həris olan ən bədbəxt insandır. Həzrəti Əli əleyhissalamın kəlamında. Amma nə üçün? İnşallah o hərisliyin nə kimi fəsadları vardı, onlara işarə olunanda məlum olacaq ki, həqiqətən kim həris olursa, bu kimi ziyanlara, zərərlərə, fəsadlara giriftar olacaq. Bu fəsadlara giriftar olan insan da təbii şəkildə ən bədbəxt insandır. Həzrəti Əli əleyhissalamın buyurduğu kimi. Başqa bir hədisdə qalə Aliyyun əleyhissalam, əl-hərisu fəqirun vələv mələkə dünya bihəzafiriha. Buyurur ki, həris insan həmişə fəqir insandır, ehtiyaclı insandır. Hətta dünyanın bütün mülkünə, hamısına malik olsa da belə bir insan ən fəqir insandır. Əl-hərisu fəqirun. Yalnız və yalnız fəqir həris olan insandır. Mümkündür əlində malı, mülkü, evi, maşını, bütün sərvəti, hamısı olsun. Amma eyni zamanda Həzrəti Əli əleyhissalam buyurur ki, belə bir insan fəqirdir. Nə üçün? Çünki bunun nə qədər malı, mülkü çox olsa da, bir o qədər də özünü ehtiyaclı hesab edir. Ona qənaət etmir. Əgər bir şəxsin yaşayışı üçün zəruri olan şeyləri vardır və eyni zamanda da qanidir ona. Allah tərəfindən verilən paya qənaət edir. Buna kifayətlənir, razı olur. Bu həqiqətdə ehtiyacsız olan bir insandır. Malı mülkü nə qədər az da olsa, çün qani idi, Allahın verdiyini razı olandı, bu ehtiyatsız adamdır. Fəqir hesab olunmur. Amma bunun müqabilində mümkündür bir nəfərin evi bir neçə dənə, maşını bir neçə dənə, bankda hesabında çoxlu pullar olsun, sandığında qızılı olsun. Amma eyni zamanda əgər həris olarsa, ən fəqir insan budur, Həzrəti Əli əleyhissalam buyurur. Nə üçün? Çünki bu həmişə özünü ehtiyaclı bilir. Nə qədər Allah tərəfindən mal, mülk buna verilsə də ona kifayətlənmir. Ona razı deyil. Yenə də olsun. Bu olur hərislik. Əli əleyhissalam həm buyurur ki, həm fəqirdir, ən ehtiyaclı insan budur və həmçinin ən bədbəxt insan da elə budur. Başqa bir hədisdə bunun müqabilində yenə Həzrəti Əli əleyhissalam buyurur ki, əğnəl əğniya mən ləm yekun lil hirsi əsirən. Varlıların ən varlısı, ən sərvətlisi o insandır ki, dünyaya həris olmasın, hərisliyi üçün əsir olmasın. Həqiqətdə düz əvvəlki hədisin, bundan öncəki oxuduğum hədisin müqabilində. Ən fəqir insan həris olandır, ən varlı insan dünyaya əsir olmayan şəxsdir. Başqa bir hədisdə İmam Sadiq əleyhissalamdan nəql olunur. Qalə Sadiqu əleyhissalam mənhumani la yeşbə'an, mənhumu ilmin və mənhumu malin. İki ac var ki, heç vaxt doyan deyil. İki şəxs var ki, acdır və heç vaxta doymurlar. Onlardan biri dünya malına ac olan şəxsdir, ikincisi elmə acı olan şəxsdir. Elm dalıcan gedənlər, elm acısı nə qədər elm öyrənsələr də heç vaxt doymurlar. Təbii ki, bu cürə aclıq, İmam Sadiq əleyhissalamın kəlamında gələn bu cürə aclıq yaxşı bir xüsusiyyətdir. Və insan gərək elmin həmişə acısı olsun və elmin dalıcan getsin. Amma ikincisi, malın acısı olmaq, yəni dünyaya olan hərislik, bu mənfi bir xüsusiyyətdir və məzəmmət olunmuşdur. Qalə Rasulullah sallallahu aleyhi və alihi və səlləm yəhrəmu ibn Adəm və təşubbu minhu isnan əl-hirsu vəl-əməl. Peyğəmbərimiz buyurur ki,
İbni Adəm, yəni Adəm övladı, insan övladı, yəni insanlar qocaldıqca onlarda iki şey cavanlaşır. Onlardan biri dünyaya olan bağlılıq, ikinci isə uzun uzadıcı, yersiz arzular. Bu da Peyğəmbərin kəlamındır. Əlbəttə, bu barədə hekayə də vardır. Nəql edirlər ki, Harun Ər-Rəşid bir gün zehninə belə bir şey gəldi ki, axtarın İslam məmləkətində, İslam məntəqəsində bir şəxs tapın ki, Peyğəmbəri görmüş olsun, uzun ömürlü bir şəxs Peyğəmbəri görmüş olsun, Peyğəmbərdən mən üçün hədis nəql eləsin. Bu hədisi nəql edənlərdən biri həmin o şəxsdir. Bəli, bir nəfəri tapırlar, həddindən artıq qoca olur, beli bükülür. Bir zəmbildə götürüb gətirirlər Harunun yanına, Harunun sarayına gətirirlər. Harun onu salamlayandan sonra deyir ki, Peyğəmbəri görmüsən. O danışa da bilmirdi, o qədər qoca idi ki, danışa da bilmirdi. Bəli, o deyir ki, bəli, mən Peyğəmbəri görmüşəm, birbaşa fasiləsiz olaraq, heç vasitə olmadan Peyğəmbərdən bir hədis eşitdim. Harun dedi ki, o hədis nədən ibarətdir? Dedi, bəli, atamla Peyğəmbərin xidmətinə getmişdim, mən uşaq idim, Peyğəmbər buyurdu, Bəni Adəm qocalır, lakin onda iki xüsusiyyət cavanlaşır. Onlardan biri hirsdir, yəni dünya malına kifayətlənməmək, ikincisi də uzun uzadıcı arzular. Harun çox xoşhal oldu ki, vasitəsiz olaraq Peyğəmbərdən bir hədis eşitmişdi, yəni bir vasitə ilə hədis eşitmişdi. Bu baxımdan gətirdi buna xələət, ənam, qızıl verdi. Elə bu qayıdıb gedəndə, saraydan çıxanda deyirlər, məni qaytarın, Harunun yanına ona sözüm vardı. Deyir ki, ya Harun, elə bu ki verdin mənə, bu aylıqdır, ya gələn aylarda da bu puldan, bu xələtlərdən mənə verəcəksən. Bunu eşidən Harun dedi, sədəqə Rəsulullah, həqiqətən Peyğəmbər düz buyurub. Sən qocalıbsan, hələ bu aydan gələn aya çıxmağın məlum deyil. Amma sən bu yaşında yenə də dünyaya hərissən. Hələ arzun var ki, gələn ayda yaşayacaqsan. Həqiqətən Peyğəmbərin bu kəlamı bir həqiqətdir. Əgər insan özünü kontrol etməsə, öz nəfsini islah etməsə, təzkiyə etməsə, bu bir həqiqətdir. Təbiət baxımından insan yaşlaşdıqca onda dünyaya olan hərislik daha da cavanlaşır və həmçinin yersiz arzular. Başqa bir hədisdə yenə Həzrəti Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmdən nəqlu buyurur ki, İn kanə yəs'a təfaxurən və təkasurən fəhuvə fi səbili şeytan. Peyğəmbər bir cavanı gördü ki, məşğul idi. Məşğul olmaq özü-özlüyündə pis deyil. Biz keçən dərslərdə də işarə etdik ki, insan gərək bekar olmasın. Bekarçılığın özünə məxsus fəsadları vardır. İnsan gərək çalışsın. Bəzi səhabələr işarə elədi onun çalışmağına və dedilər ki, o dünya üçün çalışır. Peyğəmbərimiz buyurdu, bax bu qeyd ilə. Çalışmaq özü-özlüyündə pis şey deyil. Dünya malı ələ gətirmək üçün çalışmaq pis deyil. Lakin Peyğəmbərimiz buyurur, əgər həmin şəxs, həmin cavan ki çalışır, əgər dünyaya hərislik baxımından çalışarsa və dünya malını ələ gətirəndən sonra onun vasitəsilə digərlərinə fəxr edərsə, mənim bu qədər pulum var, sizin yoxdur. Belə surətdə Peyğəmbərimiz buyurur, fəhuvə fi səbili şeytan. Bu qeydlə, bu şərtlə bu şeytan yolundadır. Şeytana xidmət edir. Amma yox, əgər insan çalışır, məqsədi budur ki, özünü təmin eləsin, öz ailəsini təmin eləsin və bunun vasitəsilə sili rəhm eləsin, ata-anasının qulluğunda dursun, onların ehtiyaclarını aradan qaldırsın, Allah yolunda sədəqə versin, həccə getsin, zəkatın xumsun versin, bu şəraitin olsa, bunun heç iradə və işğalı yoxdur, əksinə savabı da çoxdur. Allaha and verirəm öz böyülüyünə xatir, bizləri müvəffəq etsin, dünyaya həris olmayaq və dünya malına qani olanlardan olaq inşallah. Amma hərisliyin nə kimi fəsadları var inşallah gələn dərsimizdə. Hamınızı Allaha tapşırıram və əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.